Salam dəyərli izləyicilərimiz. Mənim adım İbrahimdir. Bunun adım Nəzəridir. Biz bu sizdə STEAM dərsində məsələn nəsə düzəltməyi izah edəcəyik. Məsələn, bu gün biz sizə izah edəcəyimiz ev düzəltmək olacaq. Bizə də bu ev düzəlməyib, ancaq belə də, yəni birinci dəfə idi. Bunu da sonradan rəngli kağızlarla dekorlayacağıq. Rəngli karton. Bizə yəni lazım olan əşyalardan bir neçə şey lazım olacaq. Məsələn, saatda məsələn lazım olanda bir karton lazım olacaq. Karton yəni şeyi, burada yəni rəngli kartonlardan istifadə edib onu dekorda verə bilərsiniz. Ən çox lazım olan o kley olacaq. Çünki kleylə nəsə məsələn bunun üstünə bunu birləşdirib, daha doğrusu kley məsələn bura vurub, bunun üstünə vuranda bu yapışacaq. Və belə düz olmada da qalacaq. Və bizə birinci gərək biz bunu aparatı yandıraq, ondan da çubuqları. Həm də ki, əgər siz istəyirsə dekorlayasınız, onda sizə lazım olan şey qayçı olacaq. Çünki qayçı ilə siz məsələn bir də ki karandaş. Çünki karandaşla məsələn xətt keşi götürüb karandaşla xətt çəkib kəsmək lazım olacaq. Əgər dekorlayasınızsa. Və indi başlayaq. Birinci bunu yandırmalıyıq. Bir də ki, yanına silikon taxmaq. Bizə silikon o qədər deyilən şeydir. Taxmaq və hər gözdə gəlməyən qatarıq. Həm də ki, ən çox lazım olan şeylərdən biri bunu yüksəltməsi üçün silikon olmasa silikon lazımdır. Dağındakı bir şey silikon olmaz da. Onun dağına rahat ərədərək gəlin, baxın. Gözləməliyik ki, şey olmasın. Baxın, işıq yanırsa, tut gəlir və bu da qızmağa başlayır. Bunu da sıxıb buradan çıxandan sonra bilə bilərsiniz. Bizə də yəni dekor üçün, üstün rəngləmək üçün, yəni karton əgər xoşunuza gəlməsə, yəni ağ kartondan istifadə edirsinizsə, məsələn belə flomasterlərlə yəni üstün dekor verə bilərsiniz, əgər başqa rəng istəyirsinizsə. Bunu sıxanda qabağa gəlir və bu əriyib olur kley. Birinci biz satqan alacaq və bunun üstünə işimizə başlayaq. Görünür də kvadrat şəklində düzəltmək lazımdır. Birinci bunu elə kvadrat gəlir, görürsünüz. İndi biz bunu buralara vururuq belə. Bunu götürək, birinci başlayanda götürməlisən. Çünki o hələ də yaxşı kleylənir. Ondan sonra vurduqdan bunu yapışdırırıq. İndi burada vurmalıyıq. O birisi hissəsinə vururuq. Burada bir dərsini yapışdırırıq. İndi gözlə bir dəqiqə. Bunun indi altına vururuq ki, düz olsun da. Məsələn, bunun indi iki tərəfi üstdədir, bir tərəfi altdadır. Demək, o birisi tərəfini də altı qoymalıyıq ki, düz olsun. Elə başlat. Elə vur. Vur. Bunun üstünə vurmalıyıq. Tez bu birisini də bıraq. Tez qurmalıyıq. Tez qurmalıyıq. Vurduq. Və biz birinci hissəmizi düzəltdik. Və kvadrat kimidir. Nağd olmayın. İndi biz keçib bunun üstlərini düzəldə bilirik. Siz deyilsə, cəbəsini götürüb şeyim olur. Çünki şəhərdə ip kimidir. O saska yapışır. Gözlər. İndi biz birinci sıra alandan sonra bilirsiniz nə edirik? Götürüb bunu elə olduğu kimi, əslində siz bunu olduğu kimi də yox, bu lazımdır sizə. İndi götürürük 4 dənə çubuq. Başlayın. Buna indidən deyim 16 dənə çubuq lazımdır ki, onu düzəldəsin. Buna 4 dənə, amma beləsinə evi düzəltmək üçün 16 dənə çubuq lazımdır. Yəni biz saymışıq. İndi ki 4 dənə saydık, neysə. İndi buranı da yandırırıq və birinci silini yapışdıracağıq. İkinci görünməz kimi. Burada birini qoyaq. Biz birinci başlayanda yəni qopa bilərsiniz. Bizdə də amma bir-iki dəfə kleyləyəndən sonra keçmişdik. Rahat biləsiniz, yəni necə edilir.
Və indi oy düşməsə yaxşıdır. sən vurursun. Və birazdan indi artıq Quruyacaq düşməyəcək. və düşməyəcək. Birazdan gəlməyəcək. Bəli. Üstünləri Biz az istifadə edirik. İstəsəz çox istifadə edə bilərsiniz. Çünki bizdə silikon həddindən azdır. Yəni baxın dağıtı. İndi demək biz amma normal silikon baxın bu boyda olur. Bu boydan da yəni taxanda. Aslında bu boyda tutanır. Bəlkə biraz böyükləri də var. Bizdəki balaca şeydir. Bunun biri 10 qəpik olur. Bizdə yəni 10 qəpiyə əmin deyirəm. Bəzi yerlərdə yəni anlamamışdı. Baha da ola bilər də. Nəysə, biz indi bu düşdü. Yəni bunu yəni yapışdırırıq. Belə bir şey alacağıq. Lazım deyil. Saftıqanı götür. Şimdi təmizlədə bilmirəm. Üstünü təmizlədə. Hə. Demək siz indi belə bir şey alasınız. Belə formada. Yəni bunun üstünə biraz bir neçə şey də qoyub bunu düzəldəcəyik. Südüncük. Əslində siz daha az çubuq kimi bunun bəyəsinə birləşdirə bilərsiniz. Amma sizə rahat olmayacaq. Bunun üstünə qoyanda əzilib, yəni əyilib düşə bilər. Ona görə biz birinci bunlara qoymalıyıq. İndi başlayırıq eləməyə. Bizim əslində ikinci dəfə elədiyimiz ev olacaq. Bir dəfə eləmişik, o da uğurlu olmuşdu. Yəni bir neçə dəfə dağılandan sonra uğurlu olmuşdu. Mənim yadımdadır. Sizə də dağıl seçsəniz, amma çalışın ki dağılmasın. Rahat düzəldirsiniz. Və bu hissəsini qurtarma problem. İndi o birisi hissəsini düzəltmək lazımdır. Yəni üstünə biraz vurursun. Ondan sonra gözünü tez olmaq lazımdır. Ya da ki qurumaya ata bilər. Ondan sonra rahat olmayacaq. İndi bizim bu birisi tərəfimiz deyək. Yəni o birisi tərəfimiz var. Biraz ola bilər pis əyildə ola bilər. Yəni biraz səhv halda da olur. Şöyle kurtardı. Anlasın. Çok var. Hayatın hakkında Olmalı. Çakını kapatırım. Son da yani bunun gelmedi. Ay, bunu böyle sana. Takma. Bir şey ses işlemez. Birazdan şey edildikten sonra. Siz indi bunu belə kvadrat şəklində alasınız. Yəni belə daha 4 dənə çapını üstü. Hələ ki gözləmək lazımdır. O biraz bunun üstü şeydir, nədir? Bunlar əlli damlasını qoydu. Bunun birinci hər ki istədiyi ancaq boş taxıb boş yerə əliyəcək. Birinci hissəsini yəni alandan sonra indi üst hissəsini düzəldirik, sonra da yapışdıracağıq. Yəni bu çubuqları bunun üstünə qoymaq lazımdır. Birincisini qırılacaq. Silikon taxtalı. İndi biz bu silikonu götürüb beləsini taxmalısınız. Və buranı keçəndən sonra elə buraxırdı. Yəni çıxartmaq da çətin lazım. Amma sonra təmizləyir. Ancaq dağılmaq ehtimalı var təmizləyəndə, çünki şey ola bilər də. Anda və gözlüyün növbətisini pis olacaq bəs. Deyəsən saftıqalı işləri tutanlar. Bu da deyil. İndi biz kubumuzu alacağıq. Birinci hissəmiz hazır. İndi keçirik ikinci hissəyə. Yəni bunu verməlisən. Biz bunu üstünə qoymalıyıq. Boş yer bir dənə də taxta qoyub bunu niyə taxta çarıq? Düz deyil, izləyəcək. Yox, biz elə eləyə bilmərik ki. Elə biz götürürük 4 dənə taxtanı, yaxınlaşdırıq bir-birinə, belə elə də olar. Prosta bizdə qon ölçüsünü bilmirik. Bəlkə ya uzun oldu, taxanda işləmədi, ya da ki qısa oldu, taxanda işləmədi. Yaxşı, yəni fərqi yoxdur. İstəsiz elə birinci 4 dənə kubu, yəni 4 dənə çubuğu belə bir-birinə birləşdirib, sonra əziz izləyicilər, bir də ki demək istəyirəm ki, gələn videomuzda nə çəkəcəyik, onu da bizə daha doğrusu nə düzəldəcəyik və necə nə rəngdə bəzi hissələrini dekorlayacağıq, onu zəmin yazarsınız və kanalımıza abunə olub like atmağı unutmayın. Və indi 3-cü hissəyə keçirik. Bir dakika ben yiyeyim. Ne kadar veriyorsun? 4 tane alalım. 5 tane. 5 tane alalım. 4 tane alalım.
Yəni 5 dənə lazımdır. Qarışdı. Mazası çıxar baxın. Qoydum bitirmişdik. Reçete üçün alırım. Bu birləşdirmək üçün. Güzel, birinci hamısını birləşdir. Yox, hamısını. Mənim 4 dənə 5 dənə əlim yoxdur ki. Qopdular ikisi. İkisi də qopdu gözlə. Bu birinci ilikdə. Prost ölçün. Yapışdır. Bilmem. Kendi bunu ayağım zaten. Boyun ölçülməliyik. Bu hissəsi məncə ən çətin hissəsi olacaq. Buranı elə. Ona bir daha yani çatma. Neyse yani üçüncü hisse çünkü damla düzeldir. Spinnetin mertebeler düzeldir. Ben siz acı çatmışsınız. Yani şey kimi. Biz indi biraz asanlıq düzəltməsi göstərmək istəyirik. Bəlkə də gələn dəfə kommentlərdə ən çox kim yazacaq şey məsələn 2 mərtəbəliyin, onda 2 mərtəbəli eləyəcək. Və 3-4 mərtəbə də eləyə bilərik. Siz yəni istəsəz biz də eləyək. Siz nə desəz onu eləyəcək. Ancaq özümüzü kommentariyalar yazın ki biz də şey eləyə bilək. Yəni görə bilək və bilək. Aşağı bütün Hepsini eləyə bilmərəm. İndi mənim qardaşım gəldi. Bu da balaca qardaşımız sponsor. Gədə qardaşım. Neyse basın Duramıram, özüm belə. Yox, neyse yavaşlıq ona görə. Bunu biraz qabağa itələməliydim. Ya da ki çıxarmasaydım. Ona görə deyirəm, oturabilirim. Ay, Yandırdım əlimi. Necə? Topu. Onu da birləşdiriyorum. Birləşdi mi? Ne oldu? Yapışmır. Yapışmadı sarı. Sarı səsi 2 tərəfdən qopdu. Yalnız keçən qaldı və sonuncu hissələrdəyik. Əziz, dəyərli izləyicilərimiz. Qardaşım heç gəlməzsən, deyəsən bir cəmcə utanır. Bəlkə də gələn videoda göstərir. Ay, aşağısı da qopdu. Sesi qopdu, gözlə birinci bunları yapışdırım. Bizə biraz yaxşılanma, biz 2 nəfər kimi düzəltdi ona görə. Cəmcə çəfədimizdə. Ay, qopdu. Onu görməsən. Aşağını elə. Sonra da aşağı hissədən eləyək. Sıvır bir çətin var. Ay, eləyəndi. Oy da pis yandı. Elə də incə. Bırax əlbəttə ki. Bəlkə bir sifariş verir. Bu qopdu axı. Düzəldəcəyim. Bir də gözün. Uzağı bir dənə əlavə bir çöpdən qırıb onun arasına əlavə edirəm. Çatdırmaq. Ey, bu çox. 3 dəqiqə davam edir ki. Nəsə gözündü. Pis yandı bu dəfə. Bu yapışdı və növbəti hissəmiz sarı olacaq. Sarı yapışdı. Bizim adətimiz. Heç nə bilmirik. Hələ ki dayandıra bilərsiniz. Hələ ki can saxlayaq. Bəli, benim də evimiz belədir. Birazdan dekor səsini tutacaq. Əslində bəlkə də o birisi evdən daha... Ay, çaşdı mənim dəydi üstünə. Elə bizim səhət qaydı, yandırdı məni. Ehtiyatlı olun, yəni bunları çıxarda bilərsiniz. Adamı yandırır. Əgər başqa daha güclü kleyiniz varsa, onu istifadə edə bilərsiniz. Məsələn, bizdə bəzən kley var idi. O qədər də rahat. Məsələn, bunu 2 atışır. Onun içində birinci bəsə qara bir şey olur, onu çıxartmalısınız. Ondan sonra da 2 şuat sıxıram. Çox gec yapışır. Bu 2 saniyəyə yapışır. Bir də ki, deyə bilərəm, deyirəm ki, onu belə düz əşyalar üçün qoya bilməlisiniz. Beləsinə öz eləyəməzsiniz. Onu gəlib ya belə eləyəsiniz, ya da ki, bunun özünü çöndərib eləyəməlisiniz.
Yəni o qədər çətindir bunu istifadə etmək. Amma məsələn bu daha asandır. Ancaq bununla da ehtiyat lazımdır. Adam əlini yandıra bilər. Ona görə dekorsiyasını bəlkə gəlin. Bəli, həm də ki bu tokla işlədiyinə görə o biraz çətindir. Tokun burada şeydə var. Bunu rozetkası var. Bəzən bunu gətirib istiləşdirir və bir yerdə. Bu bəzən də isti olur. Sirkonun ucuna və sirkonun olduğu yerə yaxın bir yerə bunu normal yerlərə qoyun. Çünki birinci əgər çox istissə, onu biraz yaxşı yerdə saxlayın. Heç kimin əli dəyməsin və başqa, yəni özü də əslində əridib yandıra bilər. İndi bəlkə dekorsiyasını gəlin, videoyu saxlayaq. Yəni dekorsiyası 15 dəqiqədir. Fərq yoxdur, 15 dəqiqədə əlavə eləyək. Yaxşı, eləyək də. Birində eləyək, növbəti videoda o birisində də əlavə eləyəcək. Çünki bizdə 2 dənə ev var. Yəni ona görə bunun o birisi videoda bəlkə də bunu çıxardıb bir dənə mərtəbə əlavə edib sonra şeylə bilər ev üçün. İndi gedək dekorsiyası. Bizə ən lazım olan şeylərdən biri karton. Əslində sizə bir neçə çubuq lazım olacaq. Bir dənə çubuğu götürürsünüz, ortadan bölürsünüz. Yəni baxın belə bir şey olursunuz, yəni ortasıda. Bunu da götürüb, bunu da götürüb, yəni evin bu hissəsinə qoya bilərsiniz. Yəni burada da şey qapı kimi düzəldə bilərsiniz. Və ya məsələn kartonu götürüb beləsinə qoymaq. Buradan karandaşla qapı kimi çəkmək, yəni ki açıb bağlanan qapı ola bilər. İndi siz bizdə olsa 2 dənə ev var. Bunu kartonla eləyə bilərik. Bunu da qardaşın taxta ilə dediyi kimi eləyə bilər. Birinci qapı kimi də yəni üstünü bağlaya bilərik. Gəlin davam edək. İndi mənim də qardaşım da burada. Salam da. Salam. Necəsiniz? Tamamdır, bizə indi dekorsiyaya keçmək lazımdır. Bunu götürək. Saçqa ilə deyəsiniz. Əslində saçqa ilə deyə bilərsiniz, rəngləyə bilərsiniz. Bu karton deyil deyə filşirlər rahat olmayacaq. Kartona baxın. Karton naxıdanın çoxdur bir şey. Bir neçə dənədir. Yəni burada karton. Bunlar qırmızı hissəyə qədər bizdə hamısı kartondur. Yəni onda birinci üst hissəsini eləyək. Üst hissəsini eləyək. Birinci karton videoda da karandaşın altını, bunun altını və onun üstünü. Biz karandaş lazımdır bizə. Və birinci məsələn bunu açıb vərəqini götürə bilərik. Sonra burada ölçə bilərik. Karandaşla xəttləyib. Sonra Şişamız özüm də xəttləyib. Özü 2 dənə çıxdı. Yəni bunu şey eləmək üçün. Bunun birinci ölçmək lazımdır. Yəni birinci evin qapısından başlayır. Yəni 2 dənə çubuq götürürsünüz, bir dənə əlavə lazım. Mən dedim yola eləyək. Birinci o nə deyəsən? Bir dənə çubuq da gətirib, bir dənə də çubuq gətirib. Çubuğu bunu yuxarıda. Bunu belə eləyəcək. Çünki burası önümüz. Nəysə. İndi isə balaca qardaşım bunu deyəm. Öncə bunu ölçmək lazımdır. Buradan necə olsun qapı? Qapı çox böyük olmayacaq. Buradan olacaqsa xətkeş gətir. Şöyle bundan da olur. Burasına qədər kəsməmiş. Çox karandaş onu götürməmişəm. Çox balaca olur. Bir dəqiqə istəyəcək. Mən davam edək. Üstə karandaş. Götürüm karandaş neysə. İndi karandaşın şöyle xətkeşin. Bunun ölçüsünü götürək. Sizə də belə bir karandaş olsa, yəni karandaş deyil bu. Başına xətkeşdir. Bunun ölçüsünü ölçə bilərsiniz. Məsələn, 0-dan götürür. 4-ün 5-dir. Yox, 4-dür. 5 kimi 4-ü keçir.
4 keçib. Beş. Əlvi çək. Qır nəzərdə tutar. 5 deyil. 5'in 4 Qapı ən çox Babel var. Mən çox dakika. Baba. Baba buradan Buradasın dedim. Baba buradan. İndi bizə bunun yardım etmək lazımdır. Çünki bu sıfırdan 4 hissəsinə qədərdirsə. O qədər. İndi kararı götürürsün. Qayçın Şey lazımdır. Qayçın çətin, yəni əxsətdə olmasıdır. İstəyirsiniz ayrı bir necəsə ayrı bir şey. Əlvisini qırın, o da yaxşı olmayacaq da. Yəni qıraqlara babere olacaq. Nasıl? Bunun babere olunur. Üstləri biraz yeydi. Yox, xeyir olmadı. Evet, lazım deyil. Əgər sizə güclü qayçı Burada deyilsə, biri də var. bunu yoxlamamaz. Qoy mən qırandan sonra videonu davam etdirərik. Biz indi davam elətdiririk. Qardaşım Balaca qardaşım gətir, bu göylər gətiririk. birinci götürür. Gətir Bir buraları daha götür. göylər. Birinci bunu ötür. En şey. Haranı? Ay Əli, Ne oldu? neysən? Neyine? Pis yandır deyil mi? Əgər bunu belə qoysa, Ha vurum. bunun başı Elini göster vurum. Babra. Babra. Tuttum. Buradan. sıxdım. Biraz uzun oldu və biraz yəni şey edə bilməmişdik. Yəni siz də rahatlıqla rahat resim edə bilərsiniz. Üstünə yəni bəzi şeylərdə üstünü təmizləyərək yenidən edə bilərsiniz. Onu tutartmaq şey ola bilər. Kova. Burada tez olur. Mən kesib bunu bir tərəfə. Tamam, mən buradayım. Çox güzel. Gördüyünüz kimi bunu belə yapışdırırsınız. Bu təzdən işləmədi. Alınmadı. Yəni növbət sirkon hərəkətində başına alsın, alınmayacaq sonradan. Elində işləyəcək. Bu birisine de verdim. Bunu da zəminlərim lazımdır. İndi də üstündən deyəsən üstü çoxlu oldu. Yandırmadı. İndi Vururum buradan. birisine de verirsin sonra ben işlemek istemiyorum. Ben bu kardeşim Tut onu. aşağı var tut. Ben elimden korkuyorum. Ben elimi yandırıp korkuyorum. Resetin diyor. Zaten işte. Bunu düzelttik. Ben neylemişim ki böyle. Yox, yenə olmadı, yenə ver. Ben neylemişim ki böyle. Götür tak. Taxta tez ol. Korumamıştım. Bunu koymamışsın tak. Burada Normal eləmirsən. Vermir Əliyə. Ver bu şey qardaşıma. Sen çok şeysən, elimi yandırtırsan. altdan yenə qopacaq. İxtiyatlı ol. Eləmə. Vermir Əliyə. Gel Ver ya. mənə dedi. Sana kopu. Vermir Əliyə. Nə qopacaq? Bak ben hem aynı bu. Sen birincini takarsan sonra ikinciyi vur. Ben vur ikinciyi bırakayım. Deyilsən də. İndi bulandı. Nerede çok saklanmışsın şey. Tez ol. Yanmak istemem okumasın. İşlemeyecek böyle. Sen O bir sistem. Kapatalım. işlemeyecek. Baba. Gözlüyünü Böyle oluşturma. bir də biz yapışdırandan sonra sizə deyəcəyik. Bəzi Diyərlərimiz bizdə bu çubuq alınmırdı üstünə vurmaq. Ona görə istəsəz stansı özünüz eləyə bilərsiniz. Bunu da təmizləməlisiniz. Ki rahat olsun və bizim dirəncimiz hansı rəng eləyək? Sarı. Yaxşı, sarı rəngi kartonu çıxardı. Bunu da çıxarmışıq. Şeysin xat geçmiş olsun. Bu nasıl üstünə çıxardı? Mən Qırxana karandaş ver. Karandaş verin.
Deyirsən 11-dən. Elə 11-dən tamam. Ben yok. Sıfırdan başlamadım. Sıfırdan da ki ben takılsın. Sıfırdan başlıyor. Düz. Onun yarısı. Onun yarısı 11, onun yarısı. İndi biz 11'in onun yarısı eləyəcəksə, birimiz xat düşürük. Biz bir tane özümüz eləyik, sən göstərdiyin necə lazım. Və biz burada bu hissəsini yerinə yetirdik. Böyle yəni belə eləyib ala bilərik. Burada indi biz əgər qapı istəyirsinizsə, burada beləsə qapı çəkib, sonra kəsib, Yəni qabaq hissəsini, yəni hamısını kəsmək olmaz. Amma qapını göstərərik sizə. Və burada biz burada sizdə bu görünür, burada biz qapı çəkmişik. Biraz görsün, işıq verin. Bu hissədədir. Bir camcı qalınlaşdıraq. Biz bu qapı hissəsini aldıq. İndi biz bunu kəsəcəyik. Amma kəsəndə bu hissəsini kəsib beləsini kəsməlisən. Bu hissəsini açıb bağlamaq üçün burasına dayanmalıdır. İndi biz sizə göstərəcəyik. İndi biz sizə göstərmək nə eləyək? Baxın, qapı hissədir. Bunu buradan kəsməyə başlayaq. Kəsəndə ehtiyatlı olun, yəni əvzəyə batmasın. Tamam, çox kəsməyək. Bəli. İndi isə baxın, bu hissəsi kəsilibdir qapının. Biraz əyri olsa da, yəni də kəsilməz. Yəni baxın, indi biz o birisi hissəsini kəsəndə. Baxın, indi bu hissəsini kəsdiyimizə görə bu qapı beləsə açıq bağlanan qapıdır. Gördüyünüz kimi. İndi isə o birisi hissələri kəsəcəyik. Qapı hissəsi idi, indi biz də bunu yapışdıracağıq, amma birazdan. Biz bütün hissələri eləyək ondan sonra. Biraz bunu altına çəkərək lazımdır. O birisi hissələri də eləyəndən sonra videonu davam edəcək. Biz də qərar verdik ki, biz sinə bilirdik. Bu mənə lazımdır. Bunu buradan çək. Aç mənə lazım. Bunu çəksin. Ver mənə. Bir dəqiqə gözlə də. Hə, vuram. Sən bilmirsən. Altı yap. Tamam. Buranın səhvəsidir. Çünki bayaqçı da boyu çatmır. Biz bunu biraz fərq edirik. Bu tərəf eləyəcəyik. Baxın, yapışdır. Bizdə buraları yapışdırmaq lazımdır və bunu böyləsə rahat taxmaq üçün. İndi biz bu fürsətini edək. Bu. Vur. Sən də təzəlmi yandırdın. Ne oldu? Tez ol. Korkut yavaş yavaş. Bırak. Yanacaq ayı. Uydu. Aşağı olmasın, yəni tez olsun. Yaxşı ki, vərəqini eləmirik. Rəngli vərəqini. Rəngli vərəq olsaydı yana bilərdi. Rəngli oldu. Sen yanırsansa o da yanacaqdı. Adını indi bizi o birisi hissələrini eləyəcəyik. Görünməz qapı. Görünməz qapı. Sonra keçək. Əzizləyəcəyimə baxın. İndi biz bunu qırağa qoyuruq və əlimizə kartonumuzu Təzən alırıq. Kartonu açıb, yəni buna vərəqi eləyirik. Təzən. Bu da götür. Bu vaxt hərəkət yandıracağım. Yəni biz bunu düzəldəndən sonra yapışdırmaqda da göstərəcəyik və başqa hissələrdə də göstərəcəyik. İndi isə bu hissəni elədik. Bu hissəni də elədik. İndi biz bundan sonra hamısını eləyəndən sonra sizə göstərəcəm. Hamısını yapışdırırıq. Yox, bunu burada eləməyək. Yəni dalan qabaq uyğun olsun ki, bizdə indi kartonun bu boyda qalıb. Yəni o mənada yox. Bu rəngdən bu boyda qaldığına görə az qaldı. Bundan istifadə edəcək, keçəcəyik başqa rəngə.
Siz hansı rəngi istəsəniz özünüz eləyə Biz bilərsiniz. kreylərdən sonra sizə göstərəcəyik. Ümumiyyətlə bunun hamısını bağlayandan sonra sizə göstərəcəyik. Bir də ki, şəhərdə yazın hansı rəngi xoşlayırsınız. Və onun haqqında kim daha çox bir rəng xoşlayırsa onu eləyəcək. Bunu biraz Bunu kəsəcək. Ya da ki bunu belə yavaş kəsərsən. bu üstünü çəkmək var. İndi yapışdırma. İndi yapışdırmaq istəyirsən. Yapışdırma. Yox, dərsə deyil, şeycə. Bəli, biz bunu düzəltdik. Göstərmə. Bunu kleylə. Kız bu sefer saçını saç. Abla tez ol. İndi bu tərəfini düzəltmişik. Tez ol. Onlar nə daxili var? Çəkin mənə. Mən işini eləyə bilmərəm. Davam. Əlim yanacaq, bəsdir. Bəs. Ayda qopdu aşağıda. Və əziz tamaşaçılar, biz bunu artıq 2 hissəsini eləmişik. Növbəti hissələrə gələk kəsək və Gəlin. Mən istəyirəm bu rəngdən. hansı rəng? Dediyim kimi siz sevdiyiniz rəngləri kommentariyada yazın və biz növbəti bir maketin dekorun o rənglə edəcəyik. Və başqa hansı? Mən artıq tuturam. Hansı rəng? Növbəti dəfə ola bilsin biz baxın. Yox, bu yaxşı. Növbəti dəfə ola bilsin baxın. Gözlə bir dəqiqə. Növbəti dəfə ola bilsin ki biz sizinlə baxın. Haradaydı? Biz belə atırıq. Növbəti dəfədə biz belə bir şeylər düzəldə bilərik. Bunu atırsan, yəni belə atırsan, uzağı belə fırlanır. Bumerang kimidir, sonra gedir. Amma özbə qayıtmır. Bumerang Bunu bir daha özünə tez qayıdırıq, olacaq, indi yox. Yəni baxın, belə götürüb indi atdıq. Gəlib orada da qayıtmır kimi. Canım atımıram. İndi o bir hissələrini keçək. Sizə mənə baxsınız, abunə olmasınız, götürəcəm ortada. Görərsiniz. İndidən deyim, biz gələcək videolarımızda mini verdi. Yəni götürürsən yəni belə bir karton, yəni biraz çox olmalıdır. Götürürsən yəni bunu kəsirsən belə 4 dənə yerə bir hissəsi alınır, kvadrat kimi alınacaq. Bir neçə dəfədə yəni hər video biz ev şeydə bilə hər iki biz indi bunun şeyləməsində işimiz görürük. Və növbəti hissəni düzəltməyə demək olar ki hazır. Biz indi onu kəsdik. Yəni onu ver bura. Onu ver bura. Verməyəcəm. Harasın? Hər Hissələr elə. Çətin olacaq. Yəni bu əyri hissədir ona görə. Bu hissələr. Bu necə olubsa o qədər şey olub ki 33 dəqiqə 38 saniyə. Olur. İndi növbəti hissəsini əlim yandı. Birinci bu hissəsindən belə tutulur. Ki o birisi hissəsi, yəni bu hissəsi yəni qopmasın. Qopsa yenidən eləməlisin. Sıx möhkəm sıx. Yenə tayda da qopardırsan, təzədən yapışdırırsan. Tez ol. İndi demək o ki məcbur. Görürsünüz? Görürsə kommentarda yazın. Yəni şərhlərdə. görürsünüzsə su kubra deyəcəm. Yəni abunə olun. Paylaşın. Oy. Alınmadı. Cəbə qardaşım təsən. İşləmədi. İstəmədim. Sən elədin ki, işləməsin. O birisini də qopardırsan, eləmə. Altdakı hissəni də Buranı qopartdı. qopart. Altdakını qopartdı. O çoxdan qopmuş. Durdu. Bu qopdu, yaşıl. Hədə yaşlı özü qopmuşdu. Onda nə görə mənə heç nə demədin? Bırax mən sən qabaqdan şey edim.
Çıxartmırsan. Siz hələ də mənə baxsınız necə? Abunə olub indi like atmazsınız sizi döyəcəm abi görür. Bu saniyədə görürəm ki 1-2 viz hələ orada abunə olmamısınız. Bu spişkaları, çöpləri dəmləyir. Hamısını 100 verəm. Görəklər. Hamısını 100 verəm. Yusuf ne güzel oldu. Buraya var ya bak. Yusuf olmasa sevinirim. Gelir. Ama Yusuf o kadar şey değil. Neyse. Keçel bir sisteye. Ne olur abone olun ve like atın. Ve bizim 4. hissədəyik. Yəni bunu da qoymalıyıq biraz. Cət bırakayım. Kıyacaqı görəcəyik. Və biz davam edirik. Biz indi 4-cü hissədəyik. Baxın. Bəlkə də 3 dəfə, 4 dəfə dediyimiz sözü. Bunu indi bura taxmalıyıq. Yuxarısını da eləyə bilərsiniz. Biz eləməyik. Biz bu yuxarı hissəsini eləməyik. İstəyirsiniz eləyə bilərsiniz. Amma buradan bəzən Lego kimi oynada bilərsiniz. Bu hissəsini açıq qoyub. Yəni Lego'muz Buradan var. və kartondan İkincini eləyərik bağırım. İkincini bağlayarıq üstün. Və neyse indi davam edirik bura. Qormağı var. Biz çaşdıq. Biz yəni hələ ki altın eləməmişik. Bu bəzən rəhmət eləyərəm. Yox. Mən asıl. Ayağın altı üstünə bəsə qoymalar. Əgər sizsə təzən bir dənə şey kəsib bəsə vura bilərsiniz. Eləyək də. Bizə bu hissələr ölçümüz. Yox, o birsin deyil. O birsin deyil. Onu yəni bir neçə şey Və biz Məsələn, şalqa da bəlkə də ona altın eləyəcək. Bir dənə satın qoy. Onun üstünə qoy. Şalqa da yerləşir. Yəni sizə şey yox. Şalqa ilə də eləyə bilərsiniz. Bizə biraz yarın hissə biraz yaxşı alınmır. Deməli mən düzəldəcəm. Sən gəlin sən düzəldə bilmirsən. Çətin bu. Ona görə şey eləyəsən. Biz bunu burasını açaq. Sizin əliniz yanır. Şartqa açaq onarısın. Altına yapışdırmaq. Altına Yapışdırmayaq. Burasını götürək. Özə xoşuma gəlir. Buradan gedərik. Uçan ev. Birinci dəfə yaşadım. Və bəli, əziz izləyicilər, siz istədiyiniz kimi elə bilərsiniz. Bu evi, bəlkə də gələn dəfə mini ev düzəldəcəyik, bəlkə də kiçik şeylər. Yəni bərabərdir kiçik. Yəni mini bərabərdir kiçik ev yox. Onun orada Kiçik. və bəli, abunə olun və like atın. Yoxsa Çünki sizi deşərəm. bəs. Çünki hətta biz də istəyirik, hətta bu ev də istəyir. Hey! İşdiz? Ona like atın və abunə olun və şərhlər yazın. Hansı rəng istəyirsiniz? Aha bir Hissəsini. bir tərəfini eləmək. Hissəsini. Yox. Alt Deyə burası hissəsini. açıqdır. O biraz şeyə görə. Deyil. Siz prosto biraz daha böyük eləyin. Biz balaca çaş belədik, ona görə klirləmişik, bunu da çıxartmamır. Rahat deyil. Ancaq onu düzəldə bilərdik. Və əziz tamaşaçılar, biz bu evi düzəltdik. Bu evin hətta qapısı da açılır. Buna düz 40 dəqiqə vaxt sərflədik. Yəni 40 dəqiqə deyəndə oca 39-cu dəqiqəyə az qalıb 1 dəqiqədə keçsə artıq 40 dəqiqə deyil. Hələ 40 yox, 40-dan da çox idi. Biz bir neçə videonu pauza edib biraz yəni vaxt. Həm də ki üstün bağlamamışıq. Üstün bağlasaq bəlkə də 1 saat 10 dəqiqə zad olardı. Ya da 1 saat da ola bilər. Və bəli, əziz izləyicilərimiz, dəyərli izləyicilərimiz, bizim bugün bu düzəltdiyimiz ev və bu gün düzəltdiyimiz, yəni yaratdığımız videomuz bitdi. Sağ olun. Like atın və abunə olun. Yoxsa sizi parçalayarım. Sağ olun. Sağ olun. Sağ olun. Sizin top.